gördüm ki, o qərib adamsız Əli qüsul verir, uşaqlar öz əli ilə su aparırlar. Deyir, amma bir şey gördüm, ürəyim parçalandı, gördüm paltarların ətəyi ilə ağızlarını tutublar ki, ağlamasınlar. Çünki Əli demişdi ki, nə olsa da ucadan ağlamayın. Anozun vəsiyyətidir ki, heç kəs xəbər tutmasın. Deyir, mən baxırdım mənzəriyə, amma birdən gördüm, o əzəmətdə Əli, gördüm onun qüsul otağından ağlamaq səsi gəlir. Gördüm, çıxdı, başını qoydu divara, elə yana-yana deyir, ya Zəhra, ya Zəhra. Ağa, bəlkə belə eləyək, bu uşaqdır da Zeynəb, anasından nə var onları yığışdıraq, qoy bəlkə gözünə dəyməsə, heç olmasa sakitləşər. Bir bunu deyəndə Həzrət Əli elə ağladı, dedi, səndən bəs qapına divarı.